Diqqət! Bu verilişdə səsləndirilən fikirlər və tibbi məsləhətlər maarifləndirici xarakter daşıyır və ümumi yanaşmanı əks etdirir. Hər bir orqanizm fərdi olduğu üçün ən dəqiq diaqnoz və doğru müalicə yalnız əyani həkim müayinəsi və müvafiq laborator instrumental analizlərdən sonra təyin edilə bilər. Salam, mən Məmmədova Leyla, İnci Laboratoriyaları Mərkəzi Filialın şöbə müdiriyəm. Bugün pasientlərimizdən hamilələrdə prenatal skrininq barədə gələn sualları cavablandıracağam. Doktor, xoş gördük. Salam. Sizə ilk sualımız belə olacaq. Prenatal skrininq dedikdə əslində biz nəyi nəzərdə tuturuq? Prenatal skrininq hamiləlik dövründə körpədə bəzi genetik və xromosomal xəstəliklərin riskini əvvəlcədən qiymətləndirmək üçün aparılan testlərdir. Burada əsas məqsəd diaqnoz qoymaq deyil, risk qrupunu müəyyən etməkdir. Ən çox Down, Edwards sindromu, Patau sindromu kimi xromosom anomaliyaların ehtimalı araşdırılır. Bu skrininq ultrasəs müayinəsi, ana qanında biokimyəvi markerlər və son illərdə NIPT kimi genetik analizlər vasitəsilə aparılır. Yəni prenatal skrininq dedikdə körpədə risk varmı sualına cavab tapırıq. Skrininq ilə diaqnostik test arasında əsas fərq nədir? Skrininq test riski hesablayır, diaqnostik test isə xəstəliyin olub-olmadığını təsdiqləyir. Məsələn, skrininq nəticəsində Down sindromu riski yüksəkdir deyə bilərik, amma bu hələ diaqnoz deyil. Dəqiq diaqnoz üçün amniosintez kimi invaziv diaqnostik prosedurlar lazım olur. Sadə dildə desək, skrininq şübhə varmı, diaqnostika isə xəstəlik həqiqətən varmı sualına cavab verir. Hər hamilə qadın prenatal skrininqdən keçməlidir. Müasir beynəlxalq yanaşmaya görə bəli, bütün hamilələrə prenatal skrininq təklif olunmalıdır. Çünki genetik risk yalnız yaşla bağlı deyil, gənc və tam sağlam qadınlarda da xromosom anomaliyaları görülə bilir. Bu səbəbdən də bu gün yalnız riskli hamilələr deyil, bütün hamilələr skrininq üçün namizəd hesab olunurlar. Prenatal skrininq məcburi deyil, amma məlumatlı qərar vermək üçün çox dəyərlidir. Gəncəm, riskim yoxdur deyən hamilələr həqiqətən risksizdirmi? Xeyr, tam risksiz hamiləlik anlayışı yoxdur. Doğrudur, ana yaşı artdıqca xromosom xəstəlik riski yüksəlir. Amma Down sindromlu körpələr yalnız 35 yaşdan yuxarı analarda doğulmur. Əslində bir çox hallarda belə körpələr gənc analarda görülür. Bunun səbəbi isə gənc yaş qrupunda doğum sayının daha çox olmasıdır. Yəni gənc yaş aşağı risk, amma sıfır risk demək deyildir. Doktor, birinci trimestr skrininqi hansı həftələrdə aparılır? Birinci trimestr prenatal skrininqi adətən hamiləliyin 11-ci həftəsi ilə 13 həftə 6 gün arasında aparılır. Ən ideal dövr isə 12-ci həftə sayılır. Bu mərhələdə ultrasəsdə ənsə qalınlığı ölçülür. Ana qanında isə PAP-A dəyərləri və sərbəst beta-xiqi kimi markerlər yoxlanılır. Vaxtın düzgün seçilməsi bu zaman çox vacibdir. Çünki həftə yanlış hesablanarsa, risk nəticəsi də yanlış çıxa bilər. Doktor, ultrasəs ilə qan analizinin birlikdə qiymətləndirilməsi niyə lazımdır? Çünki prenatal skrininq yalnız bir testdə əsaslanmır. Riskin daha dəqiq hesablanması üçün müxtəlif məlumatlar birlikdə analiz olunmalıdır. Ultrasəs körpənin anatomik və morfoloji göstəricilərini göstərir. Məsələn, ənsə qalınlığı, burun sümüyü, ürək ritmi və s. Qan analizləri isə plasenta və hamiləliklə bağlı biokimyəvi dəyişiklikləri göstərir. Bu iki məlumat birlikdə qiymətləndiriləndə skrininqin həssaslığı daha da artır, yanlış pozitivlik isə azalır. Eyni zamanda biz bu testi Priska proqramında işlədiyimiz zaman ananın siqaret istifadəçisi olub-olmadığı, şəkərli diabet xəstəsi olub-olmadığı və mayalanmanın süni mayalanma və yaxud da təbii yolla hamiləliyin baş tutmasına xüsusilə diqqət yetirməliyik.
Doktor, skrininq pozitiv çıxarsa, bu uşağın mütləq xəstə olması deməkdir? Xeyr, bu ən vacib məqamlardan biridir. Skrininq pozitiv çıxması diaqnoz demək deyil. Bu sadəcə riskin yüksək olduğunu göstərir. Məsələn, Down sindromu üçün yüksək risk nəticəsi o deməkdir ki, həmin hamiləlik daha detallı qiymətləndirilməlidir və bu hallarda NIPT testi, amniosintez kimi əlavə diaqnostik metodlara ehtiyac duyulur. Yəni skrininq risk qiymətləndirir, diaqnostik test isə təsdiqləyir. Bu fərqi pasientlərə düzgün izah etmək çox vacibdir ki, lazımsız panikalar yaranmasın. Doktor, riskin 1-in 250-yə ifadəsi pasiyentə necə izah edilməlidir? Bu ifadə pasiyent üçün çox qarışıq görünə bilər. Ona görə sadə dillə izah etmək lazımdır. Yəni riskin 1-in 250-yə olması o deməkdir ki, eyni nəticəyə sahib 250 hamilədən təxminən birində həmin xromosomal problem ola bilər. 249-unda isə olmaya bilər. Yəni bu uşaq xəstədir demək deyil, sadəcə statistik risk göstəricisidir. Doktor, NIPT nədir və adi skrininqdən nə ilə fərqlənir? NIPT non-invaziv prenatal test, yəni qeyri-invaziv prenatal testdir. Bu testdə ananın qanında dolaşan körpəyə aid sərbəst DNT fraqmentləri analiz olunur. Əsas fərq budur ki, klassik prenatal skrininq ultrasəs və biokimyəvi markerlərə əsaslanır, NIPT isə birbaşa genetik materialı qiymətləndirir. Bu səbəbdən xüsusilə Down sindromu üçün NIPT testinin həssaslığı daha yüksəkdir. Digər vacib üstünlüyü ondan ibarətdir ki, invaziv deyil və ana qanı ilə aparılır, körpəyə risk yaratmır. Amma çox vacib məqam da budur ki, NIPT testi skrininq testidir, diaqnostik test deyildir. Pozitivliyi zamanı yenidən invaziv diaqnostik meyarlara ehtiyac duyulur. NIPT 100% dəqiqdir. Xeyr, heç bir prenatal skrininq testi 100% dəqiq deyil. NIPT-in dəqiqliyi çox yüksəkdir. Xüsusilə Down sindromu üçün həssaslıq və spesifiklik çox yüksək hesab olunur. Amma yenə də yanlış pozitiv və yanlış neqativ nəticələr mümkündür. Bunun səbəbləri arasında aşağı fetal fraction, plasentar mozaiklik, əkiz hamiləlik və sair kimi faktorlar ola bilər. Ona görə NIPT yüksək risk göstərərsə, mütləq diaqnostik testlə təsdiqlənməlidir. Doktor, NIPT normal çıxsa, bütün genetik xəstəliklər istisna olunurmu? Xeyr, bu çox vacib bir yanlış anlaşılmadır. NIPT əsasən müəyyən xromosomal anomaliyaları, xüsusilə Down sindromu, Edwards sindromu, Patau sindromu kimi trisomiyaları qiymətləndirir. Amma bütün genetik sindromları, metabolik xəstəlikləri, struktur qüsurları və bütün mutasiyaları aşkarlamır. Yəni NIPT normaldırsa risk azalır, amma tamamilə bütün xəstəliklər istisna olunur demək düzgün olmazdı. Doktor, süni mayalanma zamanı baş tutan hamiləlikdə skrininq yanaşması dəyişirmi? Bəli, müəyyən fərqlər nəzərə alınmalıdır. Süni mayalanma nəticəsində baş tutan hamiləliklərdə biokimyəvi marker səviyyələri fərqli ola bilər. Buna görə risk hesablamasında xüsusi korrektlər tətbiq olunmalıdır. Həmçinin donor yumurtası, çoxdöllü transfer kimi hallar skrininq nəticələrinə təsir edə bilər. Bir nüansı da nəzərə almaq lazımdır ki, əgər süni mayalanma donor yumurta hüceyrəsi ilə baş tutubsa, bu zaman ananın deyil, donorun yaşı Priska proqramına daxil edilməlidir. Eyni zamanda NIPT testi də süni mayalanma hamiləliklərində istifadə olunur və çox faydalıdır. Amma nəticələr klinik məlumat, ultrasəs müayinəsi və laborator göstəricilərlə birlikdə qiymətləndirilməlidir. Doktor,
gələcəkdə prenatal diaqnostikada hansı yenilikləri gözləyirsiniz? Son illərdə prenatal diaqnostikada çox sürətlə inkişaf edir və gələcəkdə daha fərdiləşdirilmiş yanaşmalar gözlənilir. Xüsusilə genişləndirilmiş NIPT panelləri, tam genom analizləri, süni intellekt əsaslı risk modelləri ön plana çıxır. Gələcəkdə daha erkən həftələrdə, daha yüksək dəqiqliklə və daha çox genetik vəziyyətin qeyri-invaziv aşkarlanması mümkün ola bilər. Amma texnologiya nə qədər inkişaf etsə də, ən vacib məsələ düzgün interpretasiya, etik yanaşma və pasiyentin düzgün məlumatlandırılması olaraq qalacaqdır. Doktor, ən çox səhv başa düşülən prenatal test hansıdır? Hazırda ən çox yanlış anlaşılan testlərdən biri NIPT testidir. Bir çox pasiyent düşünür ki, NIPT testi tam genetik analizdir və NIPT diaqnozdur. Halbuki NIPT çox güclü skrininq metodudur, ancaq yenə də skrininq testidir, diaqnostik test deyildir. Digər yayılmış yanlış fikir isə normal NIPT bütün xəstəlikləri istisna edir deməkdir. Əslində isə NIPT yalnız müəyyən xromosomal dəyişikliklər üçün risk qiymətləndirir. Bu səbəbdən də pasiyentin düzgün məlumatlandırılması çox vacibdir. Doktor, prenatal skrininqdə ən təhlükəli yanlış interpretasiya nədir? Ən təhlükəli yanlış interpretasiya yüksək risk uşağın mütləq xəstə olması kimi düşünməkdir. Bu yanaşma ailədə ciddi panika, emosional travma və bəzən tələsik yanlış qərarlara səbəb ola bilər. Digər təhlükəli yanaşma isə normal nəticə, heç bir problem yoxdur düşüncəsidir. Çünki prenatal skrininq ehtimalları hesablayır, diaqnozu təsdiqləmir. Ona görə də prenatal nəticələr laboratoriya, ginekoloq, genetik konsultasiya ilə birlikdə qiymətləndirilməlidir. Doktor, məndə biokimyasal risk aşkarlanıb, lakin kombinə riskim yoxdur. Bu nə anlamına gəlir? Ümumiyyətlə prenatal skrininq testini dəyərləndirərkən biz kombinə yanaşmalara baxmalıyıq. Biokimyasal risk dedikdə biz ananın qanında olan markerləri yüksək çıxdığı, məsələn, Down sindromu üçün PAP-A-nın aşağı çıxması, free beta-xegenin isə yüksək çıxması durumunda biokimyasal risklə rastlaşırıq. Lakin prenatal skrininq testində ən önəm verdiyimiz məqam skrininqin interpretasiyasında kompleks yanaşmadır. Doktor, bir laboratoriya rəhbəri kimi hamilələrə ən vacib mesajınız nə olardı? Ən vacib mesajım bu olardı ki, prenatal skrininq qorxmaq üçün deyil, məlumatlı olmaq üçündür. Bu testlərin məqsədi ailəni vaxtında məlumatlandırmaq, riskləri erkən müəyyən etmək və daha düzgün tibbi qərar verməyə kömək etməkdir. Digər vacib bir məqam, internetdə olan hər bir məlumat doğru olmaya bilər. Prenatal nəticələr mütləq həkim və laboratoriya mütəxəssisi tərəfindən izah olunmalıdır və ən əsası heç bir nəticə tək başına qiymətləndirilməməlidir. Müasir prenatal yanaşmada laboratoriya, ultrasəs müayinəsi, klinik məlumat hamısı birlikdə qərar verməyə kömək edəcəkdir.